Hazırda uzun müddətli bayram günləridir. Hələ aprelin 1-nə qədər banklar işləməyəcək. Məlumat verdiyimiz kimi yalnız bəzi bankların valyuta mübadiləsi şöbələri hazırda xidmət göstərir. Belə çoxsaylı qeyri-iş günlərində kredit borcunun ödənilməsi ilə bağlı mübahisələr də üzə çıxır. Bəzi vətəndaşlar ödəniş qeyri-iş gününə təsadüf etdikdə onlara gecikmə yazılıb yazılmayacağından narahatdırlar. Digər məqam isə bankların qeyri-iş günlərindən əvvəl ödənişi avtomatik tutmasıdır. Bəs bu addım nə dərəcədə qanunidir? Məsələyə hüquqşünaslar aydınlıq gətirib. Bəzi vətəndaşlar kredit ödənişi qeyri-iş gününə təsadüf etdikdə nə vaxt ödəyəcəklərini bilmirlər və ya ödəmədikdə faiz gəlib gəlməyəcəyindən narahatdırlar. Müştəri qeyri-iş günlərinə təsadüf edən krediti bayramdan sonraki ilk iş günündə ödəməlidir, yoxsa banklar bunu özləri istədikləri kimi tələb edə bilərlər. Hüquqşünas Vamik Şükürov deyir ki, qanunvericiliyə əsasən müştərinin borcu qeyri-iş gününə düşdükdə növbəti iş günündə həyata keçirilə bilər. Bu halda kredit ödənişi gecikmiş hesab edilməməlidir. Qeyri-iş gününə qədər ödənilməsi şərtinin nəzərdə tutulması qanunsuzdur. Ona görə qanunsuzdur ki, bir çox hallarda vətəndaşlar qeyri-iş günlərinin vaxtını müəyyən edə bilmir. Məsəl üçün, Nazirlər Kabineti 2025-ci ildə Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərinin sayını müəyyənləşdiribdir. Bunların vaxtını qabaqcadan müəyyən etmək mümkün deyil. Buna görə həmin o qeyri-iş günləri müddətində vətəndaş ödənişi həyata keçirə bilmirsə, onlara faizlər və cərimələr yazıla bilməz. Lakin bu qayda hər zaman keçərli deyil. Vamik Şükürov bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə də baxılmalıdır. Çünki müqavilələrdə bəzən göstərilir ki, müştərilər ödənişləri qeyri-iş günlərinə qədər etməlidirlər. Bəzi hallarda isə bayram günlərindən qabaq vətəndaşın kredit borcu avtomatik olaraq silinir. Bəs maliyyə təşkilatlarının bu addımı nə dərəcədə qanunidir? Bank yalnız gecikmə olan hallarda onun digər hesablarından pulu tuta bilər. Əgər gecikmə yoxdursa və qeyd etdiyim kimi bu sonuncu ödəmə günü qeyri-iş günlərinə düşürsə, bu halda bank qeyri-iş günləri müddəti ərzində onun digər hesabından pulu çəkə bilməz. Qeyri-iş günlərində vətəndaş ödəniş etmədikdə bank faiz və ya cərimə tətbiq edərsə, həmin şəxs banka müraciət edib faiz və cərimənin silinməsini tələb edə bilər. Bank bunu silməkdən imtina etdikdə isə vətəndaşın bankı məhkəməyə vermək haqqı var. Seymur Səmədov, Şəkərnaz Şahəliyeva, Vəfa Şəhlai, İqtisadi Zona.